16 iyul 2026-cı il tarixdir bu gün və biz ənənəmizə sadiq olaraq bu gündə Biləsuvarovanın Nəsimi kəndində Şuşa Fatihi qəhrəman bir oğul Məcidzadə Salih Nərimanoğlunun mövlüd gününə ziyarətə gedirik. Allah ruhun şad eləsin. Amin. Və bu zəfər yolu bəxş edən Allah bizim şəhidlərimizi rəhmət eləsin. Amin. Məcidzadə Salih də o qəhrəman bizim şəhidlərimizdəndir. Daima biz milli qəhrəmanın adını yaşadan mübarizlər cəmiyyəti olaraq şəhid ailələrin imkanımız çatan qədər ziyarət edirik. Mübarizlər Cəmiyyətinin YouTube kanalında və mənim, yəni Əliyev Sədrəddin TikTok səhifəmdə Mübarizlər Cəmiyyətinin çəkilişlərin mən orada montaj edib göstəririk. Allah rəhmət eləsin şəhidlərimizə. Amin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qardaşım da, siz də sağ olun. Siz sağ olun, mənim borcumuz. Var olun. Allah köməyiniz olsun. 6 ilə yaxındır biz bir yerdə bu humanitar işdə əl-ələ veririk. Şəhidlərimizi ziyarət edib gələcək nəslə tanıtdırırıq. Bəli. Allah bizim Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun. Amin. Çünki dövlətimizin başçısı nə qədər güclü olsa, ordu bir o qədər güclü olar. Bəli. Allah birliyimizi qorusun. Amin. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah dövlətimizi və dövlətçiliyimizi qorusun. Bir daha qeyd edeyim. Murad Fatihi Qarabağ. Qarabağa yol açan xüsusi təyinatlı bayraq ordenli Salih Nərimanoğlu Məcidzadə. Allah ruhunu şad eləsin. Və bu küçə bizim qəhrəmanımızın adınadır. Və bu da bizim dövlətimizin şəhidlərə verdiyi ən böyük bariz qiymətin bariz nümunələrindən biridir. Allah məkanların Allah cənnət məkanların cənnət eləsin. Allah Nəriman qardaşımıza can sağlığı versin və biz hər zaman Mövludda, şəhidimizin anım günlərində bu ailəni ziyarət edirik. Yok. Allah rəhmət eləsin. Allah məkanın cənnət etsin. Və mən bir daha qeyd edeyim. Bu gün ayın 16-sı iyul 2026-cı ildir. Bizim Biləsuvarovanın Nəsimi kəndində qəhrəmanımız Şuşa Fatihi Məcidzadə Salih Nərimanoğlunun bir mövlüd günüdür. Allah mövlüdü mübarək eləsin. Və qarşımda qəhrəmanımıza qardaşıdır. Allah canı sağ olsun. Hər dəfə bura ziyarətə gələrik. Yəni bir gündə özümüzə bir cəmiyyət olaraq bura gəlməyə özümüzə bulur. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Xoşdur borcumuz. Heç bir əziyyət yoxdur, bizim borcumuzdur. Bəli. Onu başa düşənlər üçün
Teşekkür ederim bizim borcumuz. Ne kadar canımız var, biz onları ziyaret edeceğiz. Çünkü biz eləməliyik ki, gələcək nəsildə bizdən davamçılarımız olsun. Allah bizden razı olsun. Sağ ol. Allah bizim bildiğimizden Amin. Amin. Böyle yerde, böyle günlerde şehit alsan öldürür. Onu yad eləməyəndə, ətraf başına yığılmayanda, qeyd eləməyəndə onda şehit olur. Onda ona ölü deyirlər. Ne kadar hatırlanırsa, herkes tarafından bu meyvancılık, bu birlik vardırsa her zaman da o şehit yaşıyor içimizde, kalbimizde. Her zaman da yaşayacak kardeşim. Allah razı olsun. Sağ ol. Bilmiyorum da. Allah rahmet eylesin. 32 yaşım Alman olur, sağ olsaydı. Cennetteki 6. yıl mübarek olsun. Amin. Allah razı olsun sizden. Allah'ın tarafından gelsin. Allah bizim şəhidlərimizə Allah şəhid Allah məkanı cənnət eləsin. Mövludun mübarək olsun. Şöyle bugün bizim Şuşa Fatihi kardeşimiz Erman kişinin qəhrəman oğlu Məcid Sadə Salihin günləri mövlud tutmuşuz. Allah mövludun mübarək eləsin. Allah ruhunu şad etsin. Və biz də milli qəhrəmanın adını yaşadan mübarizələr cəmiyyəti olaraq belə tədbirlərdə iştirak edəcək. Gələcək nəsil bizdən bir davamlı bir şey edir. Allah hamıza can sağlığı versin. Təşəkkür edirəm sizə çəkilişlərlə. Yəni, sosial şəbəkələrdə sizin çəkilişləriniz günləri cəmiyyət tərəfindən yaxşı qarşılanır. Allah ömür versin sizə. Allah bir daha şəhidlərimizə Amin. Bu kəndin ağsaqqalı Mirbəşir ağanın nəvəsi Mir Sadiq ağa buradadır. İstərdik ondan da gözəl sözlər eşitək şəhid atası Nərman kişinin qarşısında. Allah qəbul etsin. Düzdür, bəyan sözümüzü dedik, ürək sözümüzü nə qədər də söz yenə də azdır bizlər üçün. Amma bu günlər həqiqətən biz bu şəhidin ocağında yox. Bunların bizim məqamında bu şəkillərinə baxıb həqiqətən də bir qururdur. Mən bayaq bir söz dedim, ümumiyyətlə hər bir məsələdən bu söz deyirəm. Biz bir neçə il bundan qabaq deyirdik ki, vətən haqqında haradasa bizə bir çətinlik yaradıb. Amma bugünkü igidlərimiz, bu İsrail kimi igidlər bizlərin başı uca elədir, həqiqətən. Onlar da İmam Hüseyni yolu gedir. Yəni, hər kişi düşünür ki, öz canını, mən bir məclisdə söhbət edirdim, dedim ki, birinin yanında bir dənə bir adi bir dənə nəsə partlayanda insan qulağını tutar qaçır. Amma o igidlər ki, var idi, düşmanın qabağında səsdən qorxmadılar, düşmandan qorxmadılar, amma canlarını Allah yolunda fəda verir. Çünki Qur'an-ı Kərimdə də var ki, şəxslər ki, canlarını Allah yolunda fəda verirsə, onlara Allah şəhid məqamını verir. Və bugünkü gündə qardaşımızın mövludu Cümə axşamıdır. İcazə verirsiniz, bir kəlmə deyim, o haqqında inşallah sözüm var. Bir şəhid anası olub, bugünkü gündə hər bir Cümə axşamı gedərmiş öz övladını, şəhidin məzarını ziyarət edər. Bir gün ana yatır yuxusunda şəhid övladı anasının üstünə girib, deyib, anacan, sən hər cümə axşamı bugünkü gündə gəlirsən mənim məqamımı, qəbrimi ziyarət edirsən. Mən cümə axşamı İmam Hüseyin əleyhissalamın qonağı olur. Biz əsgərlər İmam Hüseynin qonağı olur. Və biz ora gedəndə İmam Hüseyin ağa bizə mənə deyir ki, sənin anan gəlib sənin qəbrini ziyarətə, sən gedir. Deyir, anacan, sən ora gəlirsən, mən də İmam Hüseyin ağanı görə bilmirəm. Yəni gör, Allah şəhidə nə qədər məqam verir ki, Allah. Onlar İmam Hüseynin məqamı olurlar. Allah cəmi şəhidlərimizi rəhmət eləsin, məqamlarımızı eləsin. Nərman əmi bizim əmmimizdir, hər zaman bizim yanımızdadır. Maddi, mənəvi fərq etməz. Xeyr işimizdə, məclislərimizdə həmişə dəstək olur bizlərə. Allah sənə səbir versin. Nərman əminin də bəyət edildikdə bu yaxında bunlar üçün bir böyük bir faciə oldu həqiqətən. Allah onlara səbir versin. Allah qəbul eləsin. Təşəkkür, Hacı. Gözəl sözlər dedim. Biz sizin sözlərinizdən biz də qürurlanırıq. Allah sizin də canınızı sağ olsun.
Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. وعاية لهم الأرض المنابع وفجرنا فيها من العيون ليأكل من ثمره وما عملت أيديهم فلا يشكرون سبحان الذي خلق الأزواج كلها مما تنبت الأرض ولقدرناه منازل حتى عاد يسبحون وآية بما يركب ولحم يرجزون قيل لهم اتقوا ما بين أيديكم وما خلفكم لعلكم ترحمون وما تأتي من آيات ربهم إلا كانوا عنها معرضين وإذا قيل لهم أنفقوا من لو يشاء الله وأطعمه إن أنتم إلا في ضلال مبين ويقول لم يرجعوا ونفخ في الصور من باسم من مكر هذا مرض الرحمن الصدق المستعون إن كانت إلا صيحة